Salam əziz abituriyentlər. Bu gün 28-ci sinif dərsliyində bitkilərdən maddələrin daşınması mövzusuna baxaq. Bitkilərdə maddələrin daşınması dedikdə burada üzvü və qeyri-üzvü maddələr nəzərdə tutulur. Biz bu gün üzvü maddələrin daşınmasından danışacağıq. Növbəti videoda isə qeyri-üzvü maddələrin daşınmasından danışacağıq. Qeyri-üzvü maddələr dedikdə su və mineral duzlar nəzərdə tutulur. Üzvü maddələr isə dedikdə məsələn şəkər, karbohidrat bunlar nəzərdə tutulur. Və bu maddələrin daşınması borular vasitəsilə baş verir ki, bunlar da ksilem və floem borularıdır. Ksilem və floem borularını biz müqayisə eləsək, burada da bu hissədə də ksilem və floem borularının müqayisəsi aparılıb. Ksilem boruları bilirik ki, ölü hüceyrələrdən ibarətdir. Floem boruları isə canlı hüceyrələrdən ibarətdir. Ksilem borularında ötürülmə daha sürətlidir, amma floem borularında ötürülmə daha yavaşdır. Və ksilema borularında ötürülmə bir istiqamətli olduğu halda, floema borularında isə ötürülmə iki istiqamətlidir. Ksilema borularında ötürülmə zamanı enerji sərf olunmur, amma floema borularında ötürülmə zamanı enerji sərf olunur. Və floema borularında dedik ötürülmə iki istiqamətlidir. Yarpaqlarda əmələ gələn üzvü maddə yarpaqdan kökə doğru və kök hüceyrələrində sintez olunan, hazırlanan hormonlardır, sonra amin turşularıdır. Yəni bunlar isə kökdən yarpağa doğru hərəkət edirlər. Bu üzvü maddələr toqquşduqda isə o isə səbəb olur ki, yəni toqquşma baş verdiyinə görə istər-istəməz sürət azalır. Sürət də azaldığına görə buna isə enerji sərf olunmalıdır, ATF sərf olunur. Ksilem borularla floem borularının yaranmasına biz baxsaq, hüceyrələr üst-üstə belə yığılmış formada olur. Və bu hüceyrələrin kənarları hüceyrə divarları qalınlaşır. Və daha sonra bu hüceyrələr arasında bu məsamələr yoxdur, hüceyrələr arasında bu hissələr, onlar əriyirlər. Və belə uzun boru formasını alır ksilem borularında. Floem borularında da bu cür olur. Sadəcə burada elə bir ki, məsamələr tamamilə ərimir. Belə qırıq-qırıq xəttlər formasında olur ki, ələk kimi deşik olur. Ona görə biz bəzən floem borularına eyni zamanda ələyə bənzər borular da deyirik də, bu cür işlədirik. Və bizdə burada yarpaqda hazırlanan üzvü maddənin yarpaqdan kökə doğru necə hərəkət elədiyini göstərib. Burada yarpaqda əmələ gələn üzvü maddə və bizdə burada eyni zamanda mənbə, bir də hovuz göstərib. Mənbə nə deməkdir? Hovuz nə deməkdir? Mənbə üzvü maddə harda əmələ gəlirsə, üzvü maddənin toplandığı yer, yəni o mənbədir. Hovuz isə bu üzvü maddənin ehtiyat halında saxlanıldığı və yaxud da onun istifadə edildiyi yer isə, bu isə hovuz adlanır. Yarpaq burada bizə mənbə rolunu oynayır, çünki fotosintez prosesi yarpaqda gedir və üzvü maddə orada əmələ gəlir. Əmələ gələn üzvü maddə, məsələn burada göstərib ki, saxaroza, yarpaqda əmələ gələn üzvü maddə floema borularına keçməlidir. Biz dedik ki, floema boruları canlı hüceyrələrdir. Amma onlar canlı hüceyrələr olsa da floema borularının özlərində, yəni bu hüceyrələrdə nüvə yoxdur əslində. Və burada peyk hüceyrələri və yaxud da buna qonşu hüceyrələr də deyirlər ki, bu qonşu hüceyrələrdə olan nüvənin vasitəsilə o kömək göstərir ki, eyni zamanda floem hüceyrələrində ribosomu da yoxdur, zülal sintez etmə qabiliyyətinə malikdir. O peyk hüceyrələrində olan ribosomun hesabına floem borularının, floem hüceyrələrinin ehtiyac olduğu, yəni zülal peyk hüceyrələrinin hesabına, yəni sintez olunur. Eyni zamanda bu ötürülmədə peyk hüceyrəsinin vasitəsilə baş verir. Burada əmələ gələn üzvü maddə floem borularına keçir və burada artıq üzvü maddə toplandığına görə, üzvü maddə çox olduğuna görə qatılıq çoxdur. Yəni həlledici azdır, su azdır. Amma üzvü maddə isə çoxdur. Üzvü maddənin qatılığı çoxdur. Və bu da osmotik təzyiqin artmasına səbəb olur. Osmotik təzyiq nə deməkdir? Suyun osmos yolu ilə hüceyrədən hüceyrəyə keçməsidir. Yəni su qatılığı çox olan yerdən, yəni su potensialı çox olan yerdən su potensialı az olan yerə doğru, yəni suyun qatılığının çox olduğu yerdə suyun qatılığının az olduğu yerə doğru keçməsidir. Yəni burada üzvü maddənin qatılığı çoxdur. Görürsün narıncı rəngdə göstərilən üzvü maddəni göstərir. Görürsün üzvü maddənin miqdarı çoxdur, qatılıq çoxdur, su azdır. Ona görə də osmotik təzyiq artır. Yəni hüceyrənin su istəyi artır ki, su daxil olsun. Ona görə də ksilem borularından floem borularına doğru suyun axını baş verir. Bu zamanda suyun da vasitəsilə köməyi ilə bu üzvü maddə yarpaqdan kökə doğru gəlir. Və biz görürük ki, yenə burada da peyk hüceyrələr var ki, yəni bu birbaşa yarpaqda olan üzvü maddə birbaşa, yəni kök hüceyrəsinə ötürülmür. Burada da eyni zamanda peyk hüceyrələrin köməyi ilə baş verir bu proses. Yəni yarpaqdan peyk hüceyrəsinə üzvü maddənin ötürülməsi, peyk hüceyrəsinə kök hüceyrəsinin ötürülməsi, bunların hər birinə enerji sərf olunur, ATF sərf olunur.
Və bu kök hüceyrəsinə üzüm maddə keçdikdən sonra görürük burada artıq üzüm maddənin bu hissədə qatılığı azalmağa başlayır. Artıq qatılıq azalır, suyun miqdarı artır. Su həlledicidə, onun miqdarı isə artır. Yenə artıq bunun osmotik təzyiqi azalır. Yəni su qəbul etmə istəyi azalır. Onda su çox olan yerdən az olan yerə doğru gedir. Artıq burdan su yəni fleymdən kıslemaya doğru keçməyə başlayacaq. Və yazı flem və kıslem arasında su axını və artıq kök hüceyrəsinə daxil olur. Və bizə də burada yazır ki, kök yumruları və soğanaq kimi ehtiyat qida maddələri bunlar əslində yəni hovuz rolunu oynayır da. Dedik hovuz nədir? Ehtiyat qida maddəsinin toplanıldığı və onun istifadə olunduğu yer hovuz adlanır. Amma kök yumruları və soğanaqlar mövsümdən asılı olaraq həm mənbə, həm də hovuz rolunu oynaya bilər.